Salam əziz tamaşaçılar, xoş gördük hər birinizi. Laf TV-nin efirində müzakirə vaxtı. Sizinlə mənəm Ləman Ələşrəf qızı. Bugün qadınlarımızdan danışacağıq. Çünki bu mövzu üçün əsas verən prinsipcə iki faktor var. Əvvəla birinci faktor daha belə deyək qlobal bir dünya üçün, hətta BMT səviyyəsinə çıxmış bir məsələ olduğu üçün bundan danışacağım. Deməli, söhbət Dubayın hakim ailəsinin üzvü olan Şeyx Səid bin Məktум Rəşid Əl-Məktumun həyat yoldaşından gedir. Hansı ki, Azərbaycanda kifayət qədər tanınan idmançı idi, gimnast idi, Zeynəb Cavadlı. İndi məlum olub ki, Əl-Məktum onu uşaqları ilə birlikdə oğurlatdırıb, yoxa çıxıb və əziz tamaşaçılar, bugün Dubay prokurorluğu şeyxin şikayəti əsasında Zeynəb Cavadlının saxlanılması ilə bağlı məlumat yayıb. Və şeyx iddia edib ki, keçmiş xanımı məhkəmə tərəfindən təyin olunmuş rəsmi görüş zamanı 3 uşağını qaçırıb, yaxınlarının sözlərinə görə iyunun 2-sində gecə saatlarından etibarən Zeynəb Cavadlı ilə əlaqə kəsilib və onun harada olması barədə 2 günə yaxın heç bir məlumat ala bilməyiblər. O təhlükəsizlik əməkdaşlarının uşaqlarını əlindən alacağından və həbs olunacağından qorxduğu üçün aylarla evdən çıxmayıb. Qeyd edək ki, cütlük arasında övladlarının himayəsi uğrunda uzun müddətdir ki, mübarizə gedir və tərəflər bir-birini qarşılıqlı olaraq uşaq qaçırmaqda ittiham edirlər. Şeyx Səid bin Məktumun vəkilləri məhkəmədə Zeynəb Cavadlının qızlarını məktəbə göndərmədiyini, oteldə uşaqlar üçün uyğun olmayan şəraitdə yaşadığını və kiçik qızının sağlamlığını təhlükəyə atdığını iddia edərək onun qeyri-kafi bir ana olduğunu irəli sürüblər. Bununla yanaşı Zeynəb Cavadlı ötən il qarşıdurma anlarından birini sosial şəbəkədə canlı yayım etdiyi üçün kiber cinayətkarlıq ittihamı ilə də həbs oluna bilər deyə kütləvi informasiya vasitələri yazır. O həmin vaxt vəkil David Haigə göndərdiyi video ismarışında hərəkətini belə əsaslandırmışdı. Deyir, bilirdim ki, uşaqlarımla olmaq üçün son şansımdır, çünki bir daha onları mənə göstərməyəcəkdilər. Buna ürəkdən inandığım üçün canlı yayım açıb kömək istədim, deyir. Dubay prokurorluğu məsələ ilə bağlı araşdırmanın davam etdiyini və uşaqların maraqları qorunmaqla lazımi hüquqi tədbirlərin görüləcəyini bəyan edib və hüquq müdafiəçisi David Haig isə öz növbəsində Birləşmiş Ərəb Əmirliyi rəhbərliyini Zeynəb Cavadlının dərhal vəkillər, konsulluq və ailəsi ilə görüşünə şərait yaratmağa və onun azadlığa buraxılmasına çağırıb. Azərbaycan qadının düşdüyü vəziyyət, əziz tamaşaçılar, bəlkə də bir verilişi bir qadına həsr etdiyimizə görə bizi kimsə qınaya bilər, amma bu bir qadının timsalında bütün Azərbaycan xanımları ilə bağlı aça biləcəyimiz bir müzakirədir. Çünki bugün deməli qızlarımız arasında çox şan şöhrət düşkünü olan, nə bilim, ərəb şeyxinə getmək üçün bəlkə də sinov gedən, bu sözü üzürlü sayım çox vaxt deyirlər, belə sinov gedən qızlarımız var ki, bunlar üçün əslində bir dərs olmalıdır. Əslində, nəyi əksik idi Zeynəb Cavadlının sualını da vermək olar? Əminəm ki, ərəb şeyxinə gedənin hansısa bir problemi olmamalıdır. Varsa da, deməli artıq o, deməli pulla, parayla bağlı deyil, sadəcə məsələnin deməli mənəvi tərəfləri ilə bağlı ola bilər. Çünki ərəb şeyxlərinin bilirsiniz ki, hərəmxanası var, əminəm ki var və bugün deməli bu kürəkənin də çox böyük ehtimalla hərəmxanası var və bizim qızımızın da mümkündür ki, başı bunu götürməsin. İlahə xanımla, İlahə Sadıxova ilə mövzunu müzakirə edəcəm, əziz tamaşaçılar. Sizdən ricam, verilişimizi lütfən bəyənin və paylaşın. Mən isə qonağımı salamlayıram. İlahə xanım, xoş gəlmişsiniz. Xoş gördük, dəyərli Ləman xanım. Sizi də əziz laf sevərləri də salamlayıram. Çox sağ olun. Elə sualımı sizə də vermək istəyirəm. Zeynəb Cavadlının sizcə nəyi əksik oldu ki, məsələn, şeyxdən yaxa qurtarmağa çalışdı? Əminəm ki, Azərbaycanda qalsaydı, karyerasını inkişaf etdirsəydi, bugün Zeynəb Cavadlı bəlkə də hansısa bir idman göstəriciləri ilə, bəlkə də karyerasının pikində olan bir hadisələrlə biz onu müzakirə edə bilərdik. Amma o nəyi seçdi? Ərəb şeyxinə getməyi. Mən təsadüf olaraq demirəm, bugün qızlarımız arasında çoxları, bəlkə də böyük əksəriyyət
arzu Var, edər ki, dövlət, getsin pul, hər Dubayda yaşasın, ərəb şeyxinin arvadı olsun, şahzadənin xanımıdır desinlər, sarayda yaşasın, evlatlarını o mühitdə böyütsün. Amma hər halda bu hər qadın üçün də belə deyil. Biz bunu Şahzadə Diananın timsalında da görmüşük. Nəyi yox idi Şahzadə Diananın? Amma azadlığını seçdi, sərbəstliyini seçdi. Zeynəbə isə bu sərbəstliyi vermir ərəb şeyxi. Buyurun, eşidirəm sizi. Mən əslində gözləyirdim ki, siz sual verəsiniz ki, nəyə əski idi ki, ərəb şeyxini seçdi? Çox tərs köşə sual oldu. Eyb yoxdur, onu da deyin, bunu da deyin. Əslində təbii bu zarafat idi, amma çox ağır bir məsələni müzakirə edirik. Bu elə də qıraqdan hamıya xırda bir məişət hadisəsi kimi görünməsin. Çünki ümumiyyətlə ərəb şeyxləri ilə bağlı ilk hadisə deyil bu. Kifayət qədər çox dünyada skandallara səbəb olan ərəb şeyxləri məhz bu məsələlərlə gündəmə gəlirlər ki, qadınları istismar edirlər, onlara bağ, bostan, saraylar, var dövlət, şan, şöhrət vəd edirlər və dünyanın ən gözdə olan xanımlarını özlərinə həyat yoldaşı seçirlər. Mən çox izləmişəm, bilirsiniz də, mənim bu sahəmdir, ailə, nikah, qadın-kişi münasibətləri və mən bu məsələlərlə bağlı çox sayda sənədli filmlər izləmişəm, çoxlu xəbərlər izləmişəm və həmişə diqqətimi çəkən məqamı olub ki, ərəb şeyxləri sayılan, seçilən qadınları seçirlər özləri üçün həyat yoldaşları. Bu manikenlər olur, bu dünya şöhrətli artistlər ola bilər, müğənnilər olur, idmançılar olur. Yəni üzdə olan qaymaq qadınlara, hansılar ki, karyeralarının pik həddindədirlər, pik nöqtəsindədirlər, onları hədəf seçirlər özlərinə, onları gətirirlər özlərinə həyat yoldaşı edirlər. Sonra həmin qadınlar, Azərbaycanda bir dənə atalar sözü var, biraz yaxşı səsləmir onu, tam deməyəcəm, amma kebab yeyinə gedirlər, görürlər ki, məsələ tamamilə fərqlidir. Qadınlar gedib fərqli atmosferlə üz-üzə qalanda, son nəticədə ya onları öldürürlər, bu yaxınlarda, harca bir il bundan qabaq bu yaxınlarda deyəndə, Rusiyada da belə bir hadisə olmuşdu, bir qızı o qədər döymüşdülər ki, aldığı travmalar, bütün bədənində salamat yeri qalmamışdı, sümüyü, heç nəyi, daxili orqanlarında kifayət qədər çox zədələr falan, o qız öldü. Döyülməkdən öldü. Onu ölkədən çıxmaq üçün, onun hələ uşaqları yox idi, amma ölkədən çıxmaq istəyirdi, canını qurtarmaq istəyirdi bu ərəblərdən, qurtara bilmirdi. Nə edirlər ki? Hərəmxana göstərirlər mi onları? Nəyə görə çoxlu filmlər var. Ərəblərin qadınlarla münasibətləri barədə çoxlu filmlər var. Onlar qadınlara qarşı çox amansız münasibət göstərirlər. Bu intim həyatlarında da özünü göstərir, normal sıradan bir həyatlarında da özlərini göstərir. Belə deyək də, hətta heyvana ilə münasibət göstərməzlər ki, necə ki onlar qadınlar o münasibəti göstərir və çox sayda, həqiqətən də çox sayda sənədli filmlər var. Hətta bir bədii film də çəkilib oyunla bağlı. Real insanların hadisələri əsasında çəkilən bir bədii filmdir. Eskortlarla bağlıdır. Dünyanın müxtəlif ölkələrindən ərəb şeyxləri özlərinə eskort qadınlar gətizdirirlər və o qadınların başına olmazın oyunlarını açırlar. Yəni eskort olanda nə olar ki, onlara o qədər işgəncə vermək olmazdı. Yəni, bu onların xüsusiyyətidir. Yəni, mən inanmıram ki, bugün açıq informasiya olan məkanda insanlar bu qədər xəbərlərdən, bu qədər hadisələrdən xəbərsizdirlər. Və əgər könüllü surətdə hansısa qız, hansısa qadın, mən bunu başa düşərəm, sıradan bir adam eləsə, yəni pulu olmasa, sosial vəziyyəti ağır olsa, yaxşı həyat şəraiti arzulasa, başa düşərəm ki, hə, ərəb şeyxini arzuluyub və ona yaxşı həyat yaşamaq üçün ərə gedir. Amma bunu bilə-bilə edəndə, yəni öz ayaqları üstündə dayana bilən, özünü hər şeylə təmin edə bilən, məsələn elə Zeynəb kimi. Zeynəb xanım kimi, bəli. Yəni bu idmançı karyerası olan, kifayət qədər uğurlu karyerası olan, adı idman arenalarında tez-tez səslənən bir xanım, yəni onun timsalının digər məşhurların, məşhur xanımların, öz ayağı üstündə dayanan, öz pulunu qazanan, kiməsə ehtiyacı olmayan qadınların bu cür seçim etməsi mən elə gəlir ki, bu hansısa travmalara dayanır. Yəni bu qadınlar həyatlarında kişilər tərəfindən, ataları, qardaşları, bilmirəm, ailəsi tərəfindən görmədikləri qayğını o şeyxlərin göz boyadıcı o jestləri qarşısında bir növ təslim olurlar.
bilərəkdən özləri, yəni təhdəl şuur onları itələyir bu amansız həyatı yaşamağa. Mənə elə gəlir ki, yəni dediyim kimi bu informasiya bolluğunda bu qədər şeylər var. Hər kəs hər şeyi görür. Hər kəs hər şeyin fərqindədir. Aça bilərlər, oxuya bilər, maraqlana bilərlər. Ən azı getdiyin ölkənin qaydası, qanunu. Biz Dubaya gedəndə hər yerdə hər şeylə bağlı qadağalar var. Plakatlar asılıb hər yerdə. Bu qədər qadağası adi davranış qaydaları ilə bağlı varsa, bu bizə siz o Dubayın bəzi gecə həyatı var da, bu turistlər üçün cəlbedici həyatı, göz qamaşdırıcı. Bəli, insanlar ona aldanırlar. Elə bilirlər ki, elə bunlar həyatlarında da belə yaşayırlar. Məişətləri də belədir. Göz qamaşdırıcıdır. Hər şey sənin ayağının altına sərilir. Yox, elə bir şey yoxdur. İndi ərəb şeyxinin həyatı göz qamaşdırıcı ola bilər burada. Özü üçün yəni, əlbəttə. Özü üçün də, yəni yox, xanımı üçün də olardı. Yəni indi 3 uşaq anası ilə bağlı təbii biz detalları bilmirik ki, burada səbəb nədir. Məsələ orasıdır ki, ərəblərin dediyim kimi, ərəb bu hər yerdə var. Bunu hamı oxuya bilər, təsdiq edə bilər. Ərəblərin qadınlara münasibəti fərqlidir. Aydındır. Mən məsələn o qədər bilmirdim orasını, amma mən məsəl üçün düşündüm ki, ola bilər ki, bu ərəb şeyxlərinin, ərəb şeyxinin, o şahzadənin yəqin ki, Zeynəbdən başqa da bir 3, 4, 5 dənə hərəmi var və bu onu, çünki Azərbaycan mentalitetində bu yoxdur da. Yəni Azərbaycan mentalitetində biz onu qəbul etmirik, amma ərəb qəbul edir 17 arvadda, 17 arvadda və bütöv bir hərəmxanası ola bilər. Mən fikirləşim bəlkə yəni Azərbaycan mentalitetindən çıxış edərək bu xanım bunu eləyə bilər. Təbii detallar o qədər də bilinmir. Amma hətta elə olsa belə günah yenə də burada bu seçimin yanlış olmasında xanımdadır. Çünki hamı bilir ki, ərəblərin 4-5 qadını olur, ən azı. Hamısından da övladları var və heç biri də indiyənə qədər elə bir prezident yoxdur ki, hansısa qadın öz uşağını oradan çıxarda bilsin. Yoxdur. Əksinə, prezidentlər fərqlidir. Bütün hallarda şeyxlər öz uşaqlarını alırlar, qadınları ən yaxşı halda ölkədən çıxarda bilirlər. Ən yaxşı halda. Pis hallarını mən sayıb insanları dəhşətə gətirmək istəmirəm. Yenə deyirəm, sosial şəbəkələrdə də var, internet məkanında sənədli filmlər də var, bədii filmlər də var. Bu ilə bağlı izləyə bilərlər tamaşaçılara maraqlı olsa. Yəni bunu bilməmək yanlışdır. Yox, bilib düşünürsənsə ki, mənə qarşı fərqli. O qadınlarda o var da, məsələn, ikinci dəfə həyat quran bəylərlə ailə quran xanımlar düşünürlər ki, birinci həyat yoldaşına qarşı pis olubsa, demək günah həyat yoldaşındadır. Heç vaxt düşünmürlər ki, bəlkə günah elə bu kişidə olub. Hamı özünü biraz üstün tutmaq, özünü hamıdan ağıllı hesab etmək, özünü hamıdan yaxşı hesab etmək kimi bir xüsusiyyətləri var. Xüsusilə də qadınlara məxsusdur bu xüsusiyyətlər. Çox təəssüflə qeyd edirəm öz həmcinslərim haqqında, amma həqiqətləri demək lazımdır. Qadınlar bəzən düşünürlər ki, filan kəsə eləyibsə səhv ondadır, mənə eləyə bilməz. Məhz bu yanlış düşüncə həmişə qadınların faciəsi ilə nəticələnir. Çox təəssüflər olsun. Biz Azərbaycanda da kifayət qədər çox görürük. Zorakılığa məruz qalan qadınları, 2 dəfə, 3 dəfə ailə quran kişilər var. Hər ailəsində qadına qarşı şiddət göstərirlər. İndi bunu daha çox qadın hüquqlarının müdafiəçiləri də olsaydı çox yaxşı olardı. Birlikdə müzakirə edərdik bu məsələləri. Amma dediyim kimi, indi informasiya bolluğudur. Hər kəs hər informasiya əl çatandır, əl çata bilər, öyrənə bilər, araşdıra bilər. Kifayət qədər çox. Siz də efirlərdə səsləndirmisiniz bu məsələləri. Ümumiyyətlə... Heç uzağa getməyəm. Mən bayaq girişdə dedim ki, 2 mövzu haqqında. Biri də məni 3-4 gün bundan əvvəl heyecanlandıran bir hadisə idi. İndi biri baxma, ərəb şeyxinə gedib, yenə də sağda mövcuddur, uşaqlar üçün mübarizə aparır, BMT-yə qədər qalxır onun məsələsi. Biri də bir şəhid xanımını gördünüz mü, başına qaynatanın açdığı oyunu? Biri də burada öldü. Yəni mən demirəm ki, tutaq ki, Dubay şeyxi bizim qızla belə davranıb, bizdə isə hər şey güllük gülistanlıqdır. Bizdə də vurub öldürürlər. Yəni şəhid xanımını karta görə vurdular, öldürdülər və günün günorta çağı balalarının da gözünün qabağında. O mövzuya da bir toxunmağınızı istəyirəm. Əslində, bəli, dediyim kimi, qadınlar həmişə fiziki olaraq gücsüzdür də qadın. Qadınlar həmişə güclülərin qurbanı olurlar. İndi orada da ərəb şeyxinin əlində bütün imkan var. Dövlət onun, diktə eləyən tərəf o. Təbii ki, məhkəməyə veriləndə də məhkəmə də onun lehinə qərar çıxardacaq. Heç mən inanmıram ki, o qız, yəni ki, o ərəb şeyxindən rahat-rahat qurtula bilsin. Əgər qurtula bilsə, böyük möcüzədir, bəli. Onun əslində şansı gətirib ki, məsələ BMT-yə qədər gedib çatıb, çox ağıllı davranıb ki, İngilis olan bir hüquq müdafiəçisini özünə vəkil kimi götürüb. Mən ümid eləyirəm ki, o övladlarına qovuşacaq. Ümid eləyirəm ki, sağ, salamat
vətəninə qayıdacaq. Çünki anası da gedib Anasını da orada saxlayıblar. Bəli, yəni ana da övladı üçün hər şey eləyər. Ona qarşı səsləndirilən o ittihamlar güya ki, övladına pis baxır filan beşmi ki, hamısı yalandır təbii ki. Belə deyim, qurulma bir dosiyada hazırlayıblar. Yenə deyirəm, ölkə onların diktə eləyən tərəf olar. Təbii ki, onlar bir qadına ərəbin varisini çıxartmağa imkan verməyəcəklər. Amma onu edə biliriz. Yəni bütün varlığımla arzu edirəm ki, xanım övladlarına qovuşsun və onları ölkədən çıxarda bilsin və salamat çıxsın ölkədən. Ən azı salamat çıxsın. Nə şikəst eləsinlər onu ki, böyük ehtimal ki, onu eləyə bilərlər. Dediyim kimi, o qədər elə faktlar var ki, mümkündür onu eləmək, ya da həyatına son qoymasınlar. Yəni bunu arzuluyuruq hamımız. O ki, qaldı sizin dediyiniz məsələyə. Bu çox həssas məsələdir. Çox həssas məsələdir. Niyə? Çünki Azərbaycanda belə bir tendensiya var. Kim qadın öldürürsə, özünü namus məsələsindən kamuflaj edir. Burada haqlı olan da bundan kamuflaj olunur, haqsız olan da kamuflaj olunur. Nə qədər ki, bizdə cinayətlərə münasibət özünü dəyişməyəcək, baxışlar, cinayətə baxış özünü dəyişməyəcək, biz cəmiyyətdə daim haqsızın qələbə qazandığını görəcəyik. Çünki Azərbaycanda məhkəmə sistemi də düzgün fəaliyyət göstərmir. Məhkəmə sisteminin ədalətli olmamağı Azərbaycanda bir çox cinayətlərin açıq, çox rahat şəkildə törədilməsinə şərait yaradır. Və hamı bilir ki, rüşvət, korrupsiya və s. ilə öz məsələdən sıyrılıb çıxacaq. Bunu hamı bilir. Və ən azından ədalətdən qaça bilməyən adamlar da düşdüyü mühitdə fərqli münasibətlə qarşılaşmasınlar deyə, çünki türmənin də öz qanunları var, adına namus qoyurlar, namus davası qoyurlar və bir növ türmədəki yaşayışlarını təmin etməyə çalışırlar. Amma belə məsələlər gizlin qalmır, türməyə hamıdan tez, məsələnin əsli türməyə daha tez çatır. Və orada artıq namus pərdəsi ilə pərdələnən insanları, məsələsinə pərdələnən insanlar daha ağır cəzalar gözləyir. Bir o tərəfi də fikirləşmək lazımdır. Digər tərəfdən bir xanımın həyatı müzakirə mövzusudur. Şəhidlər bizim namusumuzdur, bizim baş tacımızdır. Biz onlara ölüncə minnətdarıq. Mənim də ailəmdə şəhid olanlar var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bilirəm, atasız uşaq böyütmək necə ağırdır, necə çətindir. Yəni deyirəm, biz yaşamışıq onu. Bunların hamısını bildiyim halda mənə elə gəlir ki, mənim biraz da mənəvi haqqım çatır bu məsələlərdən danışmağa. Çünki kifayət qədər çox şəhid ailələri gördük, xüsusilə 1-ci Qarabağ Savaşında bu məsələlər çox da bu qədər biabırçı vəziyyət almamışdı, amma 2-ci Qarabağ Savaşında çox təəssüflər olsun ki, bu şəhid məsələsinin çoxlu spekulyasiyalar oldu, qazi məsələsinin çoxlu spekulyasiyalar oldu. Dəfələrlə bunların gündəmə gətirilirdi. Və şəhid pullarını bölə bilməmək. Bəli, onu demək istəyirəm ki, tərəfi odur. Ən biabırçı tərəfi odur ki, burada cavan övlad itirmisən, qəbrə qoymusan. Yəni bu hansı pulun davasıdır? Yəni valideynlərlə gəlin arasında qırğın dava. Bəli, anaya, ataya övladdan qiymətli, dəyərli həyatda heç nə ola bilməz deyə düşünürəm. Yəni mümkün deyil ki, sən bir balanı qəbrə qoyasan, sonra da ondan pulun üstündə dava eləsən, kimlə? Onun uşaqları ilə. Yəni gəlin başa düşürük, gəlindir, yad qızdır, sənin qanundan deyil. Amma onun uşaqları axı sənin torpağa qoyduğun balavın balalarıdır. Əksinə valideyn hər şeyi qurban verməlidir ki, o uşaqlar yaxşı yaşasınlar. Onun üçün də hamı bilir ki, Azərbaycanda sosial vəziyyət pisdir. Mütləq bir ailə başçısı olmalıdır ki, ailə normal, düzgün, belə deyək də, yaşasın, öz yaşayışını təmin etsin. Bu uşaqların ölkədə təhsillə bağlı vəziyyət bərbaddır. Dəfələrlə bunu müzakirə eləmişik. 1-ci sinifdən, hətta 1-ci sinifə getməmişdən, hazırlıq dönəmindən universiteti bitirənə qədər bu uşağa valideyn pul qoyur. Daim hazırlıqlardadır. Daim müəllim yanına gedir. Bu şəhid xanımı hardan alsın o pulu? Uşaqlarını böyütmək üçün. Ya bu kimlənsə ailə qurmalıdır yenidən ki, ona dəstək olsun. Ya həmin o nənə baba hansı ki, onun kartına göz dikib, nənə baba dəstək olmalıdır.
Siz artıq biraz fərqli yanaşmaq lazımdır. Bəlkə də məni indi qınayanlar olacaq bu məsələ ilə bağlı, amma Şəhid xanım da bir qadındır. O ömrünün ən belə çiçəklənən dövründə öz həyat yoldaşını itirib. Bu çox ağır bir şeydir. Həyat yoldaşını itirməyən insanlar bunu başa düşə bilməz ki, o nə deməkdir. Bir arxasını itirib, bir dayağını itirib, bir həyatını, övladların atasını itirib, ailə başçısını itirib. Bu qadın bu uşaqları necəsə saxlamalıdır. Bundan əlavə bu qadın da gənc insandır. Bu da kimlənsə xoşbəxt yaşamaq istəyir. Fərz eləyək ki, bu insan şəhid olmayıb. Boşanıblar. Bu adam yenə də ailə qurmamalı idi. Hətta deyilmiş kimi olsa, ya mən ehtimal vermirəm ki, məsələ namus məsələsidir. Hətta belə olmuş olsa belə, qadının üzərinə bu qədər gəlmək olmaz. Xatırlayıram, bir xanım var idi, nişanlısı şəhid olmuşdu. Bir ildən sonra xanım başqa adamla ailə həyatı qurdu. Hamı düşdü onun üstünə ki, bunun nişanlısı şəhid olmuşdu, bu necə ailə qurdu? Bu nə yanaşmadır da? Yəni bu yanaşma doğru yanaşma deyil. Təsəvvür eləyin ki, kiminsə qız həyat yoldaşı, qadın həyat yoldaşı şəhid olub. O kişi ömrünün sonuna qədər dul qalacaq? Yox. Olmayacaq elə bir şey. Və heç kəs də onu iddia eləməsin ki, belə bir şey olacaq. Xanımdır deyə hamı onun üzərinə yüklənir. Siz bu cəmiyyətdə çox təəssüflər olsun ki, xanımın üstünə çox ağır yüklər qoyulur. Qadınların çiyinlərinin üstünə çox ağır yüklər qoyulur. Bunu namusla əlaqələndirirlər, bunu ailə dəyərlərinə, hər şeyə bir don geyindirməyə çalışırlar və qadınları yükləyirlər. Amma hər şeyə icazə verilən, istənilən pislikləri yaşayan, istənilən zoraki hərəkətləri edən kişiləri niyəsə fərqli təqdim etməyə çalışırlar, yüksək dəyərləndirməyə çalışırlar. Əslində, insan cəmiyyətində qadın və kişi bölgüsü olmamalıdır. İnsana dəyər verilməlidir. Yəni, onun cinsinin insan olub-olmamasına heç bir aidiyyatı yoxdur. Əgər bu pis insandırsa, bu pis insandır. Bir mənalı. Yəni, bu qadındırsa buna pis insan damğası vurun, bu qəbul olunan məsələ deyil. Hüquqi dövlətdə yaşamış olsaydıq ki, haradakı demokratiya həqiqətən də bərqərar olur və həqiqətən də hər kəsin haqları müdafiə olunur. Azərbaycan, bəli, biz özümüzə dünyəvi dövlət deyirik, hüquqi dövlət deyirik, amma hər kəs də bilir ki, Azərbaycanda hüquq mexanizmi işləmir. Sifarişli məhkəmələr var, korrupsiya var, rüşvətxorluq var ki, hər kəs öz törətdiyi cinayəti, öncə də dediyim kimi, istədiyi şəkildə ört-basdır eləyə bilir, istənilən məsələdən də sevişib çıxa bilir. Belə olan halda, əlbəttə ki, hamı öz başınalıq edəcək, kimin kimə gücü çatırsa onu əzəcək, kimin kimi gücü çatırsa onun əlindən hər şeyini alacaq. Bu, qadın da olsa belədir, kişi də olsa belədir. Elə qadınlar var ki, hökmranlı qadında əlində kifayət qədər imkanı var, istənilən kişini pulu hesabına məhv eləyə bilər. Barmaq sayıdır, amma var. Bu onu göstərir ki, güc kimin əlindədirsə, haqlı da həmişə olur. Bu, vəhşi təbiətdə də belədir. Güclü olan, zəif olanı əzir. Axı, biz insanıq, biz heyvanlardan nə ilənsə fərqlənməliyik. Bizi insanlardan fərqləndirən bizim davranışlarımız, bizim düşüncələrimiz olmalıdır, bizim yanaşmalarımız olmalıdır. Biz bir-birimizə heyvani münasibət bəsləməməliyik, biz insanıq. Biz qadına insan kimi dəyər verməliyik. Biz kişiyə insan kimi dəyər verməliyik. Bu ölkədə nə qadına qadın kimi dəyər verilir, nə kişiyə kişi kimi dəyər verilir. Aydındır, yaxşı fikirdir. Güclü olan zəifi əzir da. Yəni ki, bu həqiqətən təbiətdə də belədir, həyatda da belədir. İndi həmin məntiqlə deməli güclü olan ərəb şeyxi o qızı əzdi. Bəli. Burada həm də Azərbaycan dövlətinin ata biləcəyi addımlar nədən ibarət olmalıdır sizcə? Əslində bu məsələ bu qədər böyüyübsə və artıq BMT səviyyəsinə qədər gedib çatıbsa, artıq Azərbaycan da hərəkətə keçməlidir və öz vətəndaşına sahib çıxmalıdır. Bütün hüquqi addımlar atılmalıdır ki, həmin xanımı ölkədən çıxarda bilsinlər. Düzdür, hər ölkənin özünün daxili qanunları var, dediyim kimi, və güc də ərəblərdədir bu məsələdə. Amma bütün vasitələrlə, bütün diplomatik korpus, bütün rəsmi dövlət orqanları bu məsələnin üzərinə getməlidir və çalışmalıdırlar ki, qadını o ölkədən sağ-salam, övladlarla bərabər sağ-salama çıxartsınlar. Hətta ölkədən çıxarılmasına icazə verməsələr belə, ölkənin daxilində onların həyatının təhlükəsizliyinin təminatını almalıdırlar. Övladları və ananın. Bunun başqa həll yolu mümkün deyil. Yəni bu
Dövlət oğurluqla məşğul deyil ki, getsin oğurlasın, götürsün, gəlsin. Bütün hüquqi prosedurlar həyata keçirilməlidir. Dediyim kimi və mən düşünmürəm ki, ölkədən çıxarılmasın bu qədər asan da olacaq, razılaşma olacaq. Bu qədər siyasi müstəviyə qədər yüksələcək bu məsələ. Amma ən azı orada yaşayaraq onların təhlükəsizliyini təmin etməyə nail olmaq olar. Yəni bunun üzərində mənə elə gəlir ki, danışıqlar aparmaq olar. Aydındır və sonda Azərbaycan qadınlarına hər halda deyəcəyimiz sözlər var. Yəni prinsipcə mən girişdə bir qədər dedim, yəni gözümüzü o Dubayın işıqları, nə bilim, sarayların işıqları qamaşdırmasın. Yəni bu təbii ki, bu biz deyirik, amma ki buna kim də əməl eləyən? Bu gün dediyim kimi çoxlu sayda insanlar var ki, onlar elə məhz o həyata üstünlük verə bilərlər. Bu gün çoxluq, xüsusilə mən bax bunu belə çəkinmədən deyirəm ki, böyük çoxluq bugün elə həyatı sevir ki, getsinlər orada daşqaş olsun, nə bilim, nə olsun, əmir olsun, şeyx olsun, nə bilim, vəliəhd olsun, kim olursa olsun, ancaq belə gürültülü şeylər olsun. Amma heç kim də demir ki, o qızıl teşdə qan da qusa bilərəm. Bax, bu haqda çox az düşünürük. Yəni, bunu bir üzdə olan, tutaq ki, mən qınamıram o xanımı, idmançımız edibsə, səhv ya doğru, ya sevib, ya sevməyib, ya gələcəyini fikirləşməyib, bunu rahatlıqla hər birimiz edə bilərik. Yəni, hər bir kəs edə bilər. Qızlarımıza deyəcəyiniz nəsə var mı bununla bağlı? Mənim hər zaman xanımlara demək istədiyim, çatdırmaq istədiyim məsələ ondan ibarət olub ki, xanımlar özlərinə güvənsinlər. Heç vaxt düşünməsinlər ki, hansısa bir kişinin hesabına onlar həyatda nəsə əldə eləyə bilərlər. Yox, xanım olaraq da hər şey qazana bilər bu həyatda. Ən əsası öz ayaqlarının üstündə durmağı bacarmaq. Əsas məsələ odur. Zamanında sizin qarşınıza nə qədər sədd çəkilsə də ailəniz tərəfindən, yaxınlarınız tərəfindən, bəlkə də maddi problemlərlə də üz-üzə qala bilərsiniz. Təhsil almaqda çətinlik çəkərsiniz və s. Amma heç vaxt təslim olmayın. Həmişə mübarizə aparın. Hətta ali təhsil ala bilməsəz belə, ən azı bir peşə sahibi olun ki, sizi heç vaxt əzə bilməsinlər. İnsan özünə hörmət edəndə, insan özünə güvənəndə onu heç kim incidə bilmir. Bu bir mənalıdır. Təşəkkür edirəm İlahə xanım. Hər halda buradan da deməli Dubay prokurorluğunun qərarına yəqin ki, Azərbaycan belə Xarici İşlər Nazirliyi filan da yəqin ki, bir açıqlama verməlidir. Çox yubanır, gecikir. Bəlkə də bunu bir özü münasibətlərimiz də yaxşıdır da. Yəni Dubay şeyxləri tez-tez gəlirlər, gedirlər. Yəni ki, münasibətlər də var. Mən əminəm ki, bəlkə də bunu dövlətlər arasında bir münasibətlərlə də tənzimləmək yoluna qoymaq olar. Hər halda mən belə düşünürəm. Amma yaxşısını yəqin ki, dövlət özü bilir. Təşəkkür edirəm mən sizə. Mən sizə dəvətiniz üçün minnətdaram. Çox sağ olun. Əziz tamaşaçılar, sizinlə isə sağollaşırıq. Bu dəfə qadınlarımızdan danışdıq və qadınlarımız möhkəm olun. Hüquqlarınızı bilin və gözünüz hər parıltıya qamaşmasın. Təhlükəlidir. Salamat qalın.